Average cost method. AFCO. Təşəkkürlər məlumat üçün hələlik. Buradakı məntiq budur. Hər dəfə, indi biz hələ ki danışacağıq, deməli, continuous'dan, perpetual metoddan. Hər dəfə ambara məhsul gələndə orta qiymət tap. Orta qiymət tap deyəndə nəyə nəzərdə tutur? Baxaq. Yenə də xronoloji ardıcıllıqla ambarıma 20 dənə 6 dollarlıq. Bu rəqəmlər eyni qalsın, sonra müqayisə edə bilək. Mən bunu nahaq dəyişdim bir dəqiqə. Belə qalsın. Ambarımda hal-hazırda xronoloji ardıcıllıqla. Baxın yoldaşlar, average cost adı bizə çox şey deyir. Average cost metod iki metodu ilə qarşımıza çıxır. Periodik bir də perpetual. Periodik period ərzində bir dəfə hesablayır. Perpetual və ya continuous. Burada continuous yazılıb. Bu isə hər dəfə hesablayır. Davamlı şəkildə. Opening. Başlanğıcda 20 dənə məhsulum var idi. Sonra 30 dənə aldım. Sonra 15 dənə aldım. Hə, əsas məsələ gəlir satış nöqtəsinə. 33 dənə satmışam. Gəlin görək bunların orta qiyməti nəymiş? Satış günü özümə sual verirəm. Ambarımda neçə dənə məhsul var? 65. Burada. Onların cəmi dəyəri nə qədərdir? 610. O da burada. Əgər 610 dollarlıq dəyər və 65 dənədən məhsul varsa, bir dənənin orta qiyməti nədir? Çox sadə. 610 bölünsün 65. Deməli, məhsulumun bir dənəsinin orta qiyməti 9 dollar 38 sent imiş. Bu 9.38-i görəndən sonra dərhal köhnə qiymətləri qaralayıram ki, məni çaşdırmasın. Onlar artıq mənə lazım deyil. Köhnə qiymətlərin heç biri qüvvədə deyil artıq. Mənim təzə bir qiymətim var, o da 9.38, bitdi. Soruşacaqlar, nə qədərdir maya dəyərin, satılmış malların maya dəyəri? Cavab, neçə dənə satmışam? 33. 33 vurulsun 9.38. Elədi 310. Yəni, bax, bu 33 dənənin hər biri 30 dollardan satılıb. 990 dollar gəlir qazanmışam. Bunun satılmış mallarının maya dəyəri nə qədər imiş? Cavab 310 imiş. İndi təkrar hesablama eləyirəm. Səbəb, çünki ambarıma təzə məhsul gəlib. 33 dənəni satandan sonra 65 dənədən 33-ü getdi, ambarımda qalıb 32-si. Növbəti satış aprel ayının 2-sində baş verib. Neçə dənə? 22 dənə. Özümə sual verirəm. Daha doğrusu, bir dəqiqə, 22-ni hələ satmayaq gələyim, bunu dəyişim. 22 satış olmasın. Növbəti satışım 50 dənədir, yoldaşlar. Baxın burada. 50 dənənin hər birini 38-dən satmışam. Mənim artıq köhnə qiymətlərim yox idi. Ortada da əvvəlki 33 dənə satandan sonra bir dənə alış baş verib, 42. Proses belə gedib. Ambarımda 65 var idi. Orta qiymət tapmışdım 9.38. Bundan 32-sini satdım, daha doğrusu 33-ünü satdım, qaldı 32-si. Biri 9.38-dən. 32 olandan sonra təzədən bir 40 dənə də aldım. Üstə gəldim 40 dənə, hər biri neçədən 6 dollardan. Məndən soruşsalar, orta qiymət nə qədərdir? Cavab verəcəm. Ambarımda 72 dənə məhsul var. Bu 72 dənənin 32-sinin hər biri 9.38-dən idi. 40 dənəsinin də hər biri 6 dollardan idi. Bunları vurdum, topladım, yekunda elədi 540. Sayı neçədir? 72. Bir daha deyirəm. 65 dənə məhsul var idi əvvəldə. Bunun 33-ünü burada satdım.
65 dənə 33-ü getdi, qaldı 32-si. 32 dənənin bir dənəsi neçədəndir? 938-dən. Hardan aldın bu 938-i? Orta qiymətdir. Ümumi orta qiymət tapmışdım. Ambarıma təzə məhsul gəldi. Neçədən? 40 dənə, hər biri 6 dollardan. Baxın burada. Totalda bu ikisinin dəyəri oldu 540. Bəs say neçə dənədir? 72. Deməli, bu məhsulların orta qiyməti artıq təzə dəyərlə 7 dollar 50 sentdir. Artıq mənim köhnədən qalan 6 dollara və 9.38-ə ehtiyacım yoxdur. Gələcəm Nihat bir dənə tam bitirək bu hissəni. Mənim artıq təzə qiymətim var. 7 dollar yarım. Neçə dənə satmışam? 50 dənə. Və salam. 50 dənəni vururam təzə tapdığım orta qiymətə. Bu olur mənim 50 dənə hər biri 38 dollardan satdığım 1900 dollarlıq gəlirin satılmış malların maya dəyəri. Yəni 50 vurulsun 7.5, 375 olacaq satılmış malların maya dəyəri. Bu bizim AFCO metodun perpetual, yəni daimi, continuous, davam edici yanaşmasıdır. Bunun nisbətən sadə versiyası da var, hansı ki periodikdir. Onu deməmişdən bir şey də deyim. Testdə məndən soruşsa, closing inventarın nə qədərdir? Onu da mavi rənglə işarə edirəm. Cavab. Bax, bayaqki o 72 dənədən 50-sini satmışam, 22-si qalıb burada. Bir dənəsi neçədəndir? 7.50-dən. Hardan aldım bu 7.50-ni? O bayaq tapdığım orta qiymətdir. Sual məndən soruşsa ki, closing inventar dövrün sonunda nə qədərdir? Cavabım olacaq 22 vurulsun 7.50. Testlərdə ehtiyatlı olun. Bəzən özü qəsdən bizdən martın 28-ni yox, soruşur ki, məsələn, martın deməli 16-sındakı dəyər nəymiş? 16 da periodun sonunda faktiki olaraq. Deməli, bu hadisələr o vaxtda artıq baş verməmiş olur. Bir dənə yuxarıdaşlar olur. Bunlardan ehtiyatlı olun. Belə test nümunələri var. İndi gəlin periodikə baxaq. Periodik çox rahatdır. Bir dəfə hesablayır ilin sonunda, periodun sonunda. Bitdi. Necə hesablayır? Deyir ki, bax, totalda dövr ərzində ambarına nə qədər məhsul gəlib? Hamısı burada. 105 dənə. Onların cəmi dəyəri neçəymiş? Hamısı burada. Bu da eləyib 850. 850-ni böldün 105-ə. Tapdın 8.10. Təşəkkürlər məlumat üçün hələlik. 850-ni böldüm 105-ə. Elədi 8.1. Yəni mənim artıq məhsulumun təzə qiyməti 8.1-dir. Köhnə qiymətlər mənə lazım deyil. Soruşsa ki, dövr ərzindəki maya dəyərin nədir? Cavab verəcəm. Neçə dənə satmışam? 83. Biri neçədəndir? Orta qiymət 8.1-dən. Vəssalam. 83 vurulsun 8.1. Bu olacaq mənim maya dəyərim, yəni 672. Satılmış malların maya dəyəri. Bəs gəlirim nə qədərdir? Gəlirim isə bunları ayrı-ayrı hesablayıram. 990-la 1900. 2890. Və fikir verdinizsə, burada hesablanmış mənfəətlər təbii olaraq ayrı-ayrıdır. Və testlərdə belə bir şey düşürük.